Siz bura niyə gəlmisiniz deyirsiniz? Dişlərim diş keymir, ağıl dişi keymir. 2 dənə həkimə getdim. Diş keymədi. İğnə də vurdular. Hətta çənə cərrahına belə müraciət etdim. Keyim heç cürə keytə bilmədilər. Dişinizdə heç cür keydə bilmədilər? Xeyr, keytəmə. Hətta çalışdı ki, çəkməyə, hətta ürəyim də getdi əlində. Ki ağrıdan elə? Bəli. Səhifənizi Instagramda da gördüm. Ən çox TikTok səhifənizi izləyirəm. Sosial şəbəkələrdə gördüm. Bəli. Sosial şəbəkələrdə görüb. Ürəyim getdi, doktor, həqiqətən getdi. Həkim, hətta yoldaşım rayondaydı, da yanımda deyildi. Bugün gəlib çıxıbdı, qorxdun, həkim öz dayandırdı ki, nəsə olar. Tez gəldiniz bura ki, biz təşkil. Bəli, hətta sizin medsestranıza da yazmışam, saat 11 idi, ağlaya, özü təsəlli edib. Yazışmamızda durur, şükran eləyib ata da bilərəm. Keçmiş olsun. Heç bir travmasız filansız diş çəkildi. Şükür. Mən nə deyirəm? Deyirəm ki, həmşə. Ağlayacağım, Allah qorx. Niyə ağlıyorsunuz? Qorxudan mı? Hə, dünənki streslər. Dünənki stresi, əməlli həkimlərində ürəyim getdi. Vallahi getdi. Yəni gözünüzdən görsəz deyərdiniz ki, buna yazıq gəlməsi insandır o dərəcədə. Bu dəqiqədə qorxundan var əllərim əsir, baxın. Yəni mən deyirəm, həmişə dişi keydə bilmiriksə, biz həkimlərin təqsiridir. Bunu mən tam məsuliyyətini Çənə cərrahı, cərrah keytə bilmədi, subhanallah. olur hərdən. İndi yəni diş keyməsi ilə bağlı problemi olan pasiyentlər heç nədən qorxmasınlar, çəkinməsinlər. Qətiyyən qorxmayın, doktora müraciət eləyin. Həqiqətən Allah əllərinizi qolunuza sağ eləsin, doktor. Vallahi elminizə bərəkət versin. Sağ olun, keçmiş olsun. Ay, çox sağ olun.